Salamlar. Mən bugün sizə, yəni Nazim qardaşıma çat yığmağı öyrədəcəm və burada bazada əvvəlcə bizə çat qurmaq üçün çat skripti lazımdır. Qeyd edim ki, mən onu Nazim qardaşıma vermişəm. Əvvəlcə biz daxil oluruq bazaya, yəni gördüyümüz kimi bazaya və burada MySQL idarə etmə bölməsi var ki, buraya vururuq. Burada yeni verilənlər bazası, yəni bizdə hazırda baza olmadığı üçün yeni verilənlər bazası yaradırıq. Yeni verilənlər bazası yaradırıq və burada biz istədiyimiz şey yaza bilərik qabağına. Məsələn, chat, mən yazıram Neo, məsəl üçün də, yəni biz test edirik Neo. Hər bir şey yazma olur burada. 1, 2, 3, 4, 5 qoydum, takçı 1, 2, 3, 4, 5 və əlavə et bölməsini vururam. Yəni artıq qalacaqdır. Chat Neo, Chat Neo. Və daha sonra biz yenidən ana səhifəyə qayıdaraq burada Files bölməsini vururuq və burada Public HTML papkası var ki, buraya daxil oluruq. Yəni qeyd edim ki, skriptlər buraya yüklənir. Və burada cari, deməli, cari kataloqa faylları yükləyək. Skripti, yəni bu fayla yükləyək, buraya yükləyəcək və vururuq. Burada skriptimizi seçirik. Məsəl üçün, məndə burada chat skriptidir, yəni bunu vurdum və upload edirik və daha sonra biraz gözləyəcəyik ki, upload olunsun. Və budur, artıq demək olar ki, skript bazaya yükləndi və davam edirik. Və nəhayət gəldik, çatdıq əsas məsələyə. Burada skriptin zip formasından papka formasına salınmasını, yəni burada extract düyməsini vururuq. Yəni buranı vururuq. Və yenidən yuxarıda yenə extract bu düymə vururuq. Bunu vurduq. Artıq papka halına salınır. Və gördüyümüz kimi görəcəyik ki, burada belə bir şey var. Chat var və daxil olacaq buraya. Chat papkasına daxil olduq və chat papkasına daxil olduqda burada file papkası var. Fili yazılır. Buraya daxil olduq. Və burada daxil olduqdan sonra yenə aşağıda S papkası var. Buraya daxil oluruq. Və ən sonda setting PHP var ki, buraya daxil olaraq burada bunu həyata keçiririk. Deməli, burada yazırıq biz baza məlumatları. Burada isə saytımızın adını yazırıq. Bizim saytımızın adı chatla.tk-dır və yenə aşağıya yenə saytımızın adını yazırıq. Chat yazısı qalır. Burada daha sonra biz yenə ana səhifəyə qayıdırıq və PHP MyAdmin bölməsinə daxil oluruq. Vurduq və belə bir pəncərə açılacaq. Zəhmət olmasa gözləyək. Açıldı. Və burada biz, yəni bizim baza məlumatımız olan yer, Chat Neo olan yerə vururuq və gözləyirik. Gördüyünüz kimi boşdur və burada import, yəni bazaya yükləyəcək bu sıqılı. Qeyd edim ki, sıqıl da skriptin içərisində var. Və bu bring file vururuq. Biz indi sıqılımızı tapırıq. Tapdıq burada. Və ok vururuq. Başqa heç bir şeyə əl vurmuruq. Ok vururuq.
zəhmət olmasa biraz dökülək və artıq sıfır yükləndi və bizim çatımız artıq işlək vəziyyətdə. Gördüyünüz kimi çatımız tam işlək və burada id1 yazıb, parol 0 yazıb daxil olmaq mümkündür. Yəni gördüyünüz kimi hər bir şey yerində işlək. Qeyd edim ki, burada bəzi funksiyaların düzgün işləməsi üçün cihmod verilməsi lazımdır ki, bunlar da çox asandır. Hər bir papkaya, yəni bu cür papkalara qabağına işarəsini qoyub hamısının yalnız HTS-dən başqa 777 məsələn birini göstərəm nümunə üçün. Deməli, quş qoyulan qabaqların altına və 777 yazılır burada. Gördüyünüz kimi. Və set permission vurulur. Yəni bütün papkalara və belə sadəcə dat fayllara isə, yəni bu cür dat fayllara 666 cihmod verilir. Yəni belə. Yenə qabağına quş qoyulur və 666 cihmod verilir. Bununla da çat qurma işləmi başa çatdı. Mən sizinlə Bacüsün, yəni Hüseyn xan sizlərə çat qurmağı öyrətdim. Uğurlar.